Anar Nəcəfli, hər buradan keçəndə sən ATV-ni bu Məhəmmədi kəndinə də, yəni Məmmədliyə göndərdiyin yadıma düşür. Elçini səhv çıxarmaq istədiyin yadıma düşür. Anar Nəcəfli, bax bir il bundan qabaq çəkdiyiniz asfaltı, sən Allahına bax. Mən ölüm bunu kim udmuşdu? Hansı tenderdə, hansı şirkətiniz udmuşdu? Azərafta yolda, yəni o vaxt Azər yol servis keçirdi. Avtobuslar artıq təxirə düşüb, axır astanovkasına gələ bilmirlər bu Məmmədi kəndində. Anar, yenə deyirəm ha, əminəm ki sən burada pul yeməmsən, sən mətbuat katibisən. Amma o zamanlar ATV-ni sən göndərmişdin mənim üstümə. Məni sən səhv çıxardırdın. Bax Anar Nəcəfli, əl qanlıqda qır yaydınız. Qaşınan qırlar satıldı. Satıldı 300 manata, 200 manata. Anar Nəcəfli, bilirəm güya özünü soyuqqanına aparırsan, Elçin Ləmbranskiyə cavab vermirsən və ya planlayırsınız ki, Azərafta yol olaraq bu adamı biz nətər tuturaq, üstünə nətər şər böyütən ataq. Anar Nəcəfli, Anar Nəcəfli, o vaxtı gərək mahil eləməyəydiniz. Mən valla pis oğlan deyiləm ha, mən pis oğlan deyiləm. Mən bu milleti, dövləti seven oğlanım. Prosto. Biz o sevgimizi göstermek için bizim elimizde şərait yoktu. Senin kimlerin elindedir şərait? Sen de o vaxtı derhal ATV-ni gönderdin Məmmədli kəndinə. Geldiler burada 3 tane qotur adam taptılar. Videonu hazırlayan məndən müsahibə götürmeye əvəzinə. Sen gelip yadlardan müsahibə götürürsünüz, beni səhv çıxartmaya çalışırsınız. Utanın, ölün yere girin, görürsünüz kendin vəziyyətini. Utanın, ölün yere girin. Çıxın qabağıma cevap verin, ama şərlə, böhtanla yok. Kişiliğiniz varsa kişi kimi.